Bir gün Rusiyada biri olur Azərbaycanlı. Qayıdıb Azərbaycana gəlməsi, gəlir aeroporta. Qulaq as, hissi. Neyse gəlir qıza yaxınlaşır ki, zdravствуйте. Bilet, qıza bilet deyən kimi qız qayıdıb bir bax. Pio. Deyən kimi bu bilet gözü kəlləsinə çıxır, bilmir axı rus dilində. Pio. Neyse kör peşman, neyse başa düşmür, qayıdır çıxır gəlir evinə. Səhərsi gün təzən yenə gəlir aeroporta. Pulunu bir uzadır ki, bilet Baku. Qız oradan qayıdır ki, Pio. Bilet deyən kimi başa düşmür yenə. Yenə kör peşman qayıdır çıxır gedir ki, bazara gəlir dostlarından soruşur. Hə deyir 2 gündür getmək istəyirəm, evimə qayıtmaq istəyirəm Bakıya. Gedib qıza deyir mənə bilet ver. Bana qayıdır oradan deyir ki, Fio. Mən də bilmirəm, Fio nə deməkdir? Qayıdıb deyirlər ki, hə dəlisən mi? Fio rus dilində familiya, imə otçusu. Adın, familiyan atanın adı. Başa düşdün? Nasıl gəlir ki ya? Gəlir qızın yanına aeroportda aerokasya bilet almaq istəyirlər. Qız baxır ki, yenə budur. Bir day bilet pajası qız qayıdır bak. Fio. Deyən kimi qayıdır ki, Xuyo. Öyleyse böyle değil. Kız bakıcı ki nasıl söğüdü bu başa düşdün. Yavam yaşaz ben padam namaz sud. Məhkəməyə vereceğim senden ne alacağım. Nasıl bu cədən verir. Nasıl məhkəmə çağırır çadır oturup hakim nasıl qayıdır kıza soruşur ki. Bəs sizə nə sual veribdi bu. Deyir mən qayıtdı ki bilet mən də qayıtdım dedim ki Fio. Bəs qayıtdı ki Fio nə deməkdir? Qayıtdı deyir ki familiya imə uçsu var. Qaqaşdan soruşur və sən nə dedin? Bu qayıtdı ki Xuyo. Benim deyim bəs o nə deməkdir? Qayıdı deyir ki, Xuda verdiyi Uğur Yaquboğlu.